Bugün bağırsaq xərçənglərində gecikmənin fəsadlarından danışacağıq. Ümumiyyətlə, xərçəng xəstəliyi aşkarlandığı zaman xəstələrimiz çox qorxur, panik olur. Bəziləri buna inanmır, bəziləri daha tezdir, bəziləri də dərman müalicəsi ilə bunu sağaltmağa çalışır. Gəlin baxaq, bağırsaq xərçənglərində əməliyyat etməsək, gecikdirsək nə fəsadlar ola bilər? Ümumiyyətlə, bağırsaq xərçəngləri əsasən poliplərdən inkişaf edir. Poliplər 5-10 il ərzində böyüyərək xərçəngə çevrilir və son olaraq da böyüyərək bağırsağı tamamilə tutur. İlkin mərhələlərdə çox şikayətlər olmur, amma gecikmiş mərhələdə, yəni bağırsaq tamamilə tutulduqda qəbizlik yaranır, qaz sıxışması olur, arıqlama, qusma kimi şikayətlər olur. Erkən mərhələdə biz bu xəstələri əməliyyat edərək xərçəngdən tamamilə qurtara bilirik. Lakin gecikmiş mərhələdə artıq cərrahiyyə ilə sağalma şansı azalır və artıq cərrahiyyə həyat qurtaran deyil, sadəcə zaman qazanmaq üçün icra olunur. Gecikmiş mərhələdə bizim icra etdiyimiz əməliyyatlar planlı deyil, acil olur və daha ağır olur, daha riskli olur. Unutmayaq ki, bağırsaq xərçəngi gizli, səssiz irəliləyir. Buna görə də mütəmadi müayinələrimizi axsatmayaq. Unutmayaq ki, gecikdirmək xərçəngin özündən daha təhlükəlidir. Bu cür maarifləndirici videoların davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olun. Suallarınızı şərh bölümündə yazmağı unutmayın.